diqqətlə qulaq asın uşaqlar. Bugün Yağmur qızımızın ad günüdür. Uşaqlar, gəlin bu gözəl gün münasibəti ilə, bu xoş gün münasibəti ilə, yeni yaş günü münasibəti ilə Yağmuru təbrik edək. Deməli, Yağmur, mənim sənə ən böyük arzum nədir? Yağmur, mənim hamıya, bütün şagirdlərə, ad günü olan şagird və yaxud ad günü ola bilər iyulda, avqustda, sentyabrda olsun, gec olsun. Hər kəsə mən birinci arzuladığım şey can sağlığıdır. Canın sağlam olsa, dərsində də nə olacaqsan, irəliyəcəksən, qabağa gedəcəksən. Canın sağlam olsun, ömrün uzun olsun, gələcəyin parlaq olsun və müəllimin istədiyi nə ola bilər? Müəllimin istədiyi odur ki, sinifində əlaçıların, zərbəçilərin sayı çox olsun, Yağmur da o cərgədə bir yer tutsun. Təbrik edirəm bir daha. Allah Taaladan yenə də sənə uzun ömür, can sağlığı, bərəkətli ömür arzu edirəm. Öpüm.